Bugün için 2 fevral. Deməli şəhidimizin Yusifov İslam Əlioğlunun dəfn günüdür. Doğmaları və əzizləri gəliblər şəhid bulağında onun ziyarətinə. Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can sağlığı. Allah ölkəmizi, dövlətimizi, prezidentimizi qorusun. Bəli, şəhidlər ölməz, vətən bölünməzdir. Şəhidimiz Yusifov İslam 1-ci Qarabağ döyüşündə qəhrəmancasına şəhid olub. Hal-hazırda burada bulağın üzərində qardaşı ehtiram, yani yaxınları, qohumları hamısı burada ziyarətdədir. Şəhid qardaş kimi nə deyə bilər? Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar bizim baş tacımızdır. Onların içində onlarla baxan mənim qardaşım olur. Allah rəhmət eləsin. Bu da Balaca İslam. Balaca İslam adı ilə böyüksün. Sağ olun. Bəli, çox sağ olsun. İslamın valideynləri belə igid qəhrəman böyücüdür, vətən yolunda qurban veriblər. Allah rəhmət eləsin. Onun bugün deməli anım günüdür. O cümlədən Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı. Allah ölkəmizi, prezidentimizi, vətənimizi qorusun. Allah bu ağır gündə sərhədlərimizi qoruyan hərbiçilərimizə də can sağlığı versin. Dünyanı heyrete salan azadlı Amin, amin. yanan Yerin cennet olsun, mekanın cennet olsun. Cem şehitlerimizin ruhuna, Kerbela şehitlerimizin ruhuna dualarımızı edin. Amin, amin. Allahümme sallallahu Muhammedun ve alim. Rahmanirrahim. Dindi yananın ahrun alesi akar gözlerini yaşıyor şehirler. Dünyanı heydete salan Allah rəhmət eləsin. Allah səbir versin. Şəraitimiz yaratırsa Sağ olun. şəhidlərimizi ziyarət edirik. Allah bütün ölənlərə rəhmət eləsin. Elə hamımızın zəhməti var. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qalanlara can sağlığı, qazilərimizə uzun ömür. Allah cəm şəhidlərə rəhmət eləsin. Azadlı bozulunda yanan o küçük yüreklerinde kalan